Həşr suresinin 16. ayesindədir. Şeytanın misalı deyir bu cür ki o zaman ki insana dedi ki kafir ol, inkar elə. Felamma kefera, o zaman ki insan kafir oldu. Qale, şeytan dedi. İnni beri'un minka. Mən sənin bu işindən çox uzağam. Sən neyinirsən? Yani Allah bu kadar aşikardır. Allah'ın nuru bu kadar ki aşikardır. İnni beri'un minka. Mən sən bu işindən uzaq ol məndən. İnni əxafullah. Mən Allah'tan qorxuram. İnni əxafullah rabbel alemin. Mən alemlerin Rəbbi olan Allah'tan qorxuram. Mən o heç vaxt inkar eləmərəm. Ama insan çox cahildir bu kadar. Allah'ın əsərləri yer üzərində olduğu kimi bu vəsvəsəyə uyur, nedir? Allah inkar edir. Və bunu ilə özündə bir güc hiss edir. Allah inkar eləməyə bu güc oldu, bir azadçılıq tapdı, bu rəsənalis oldu, bu ağıl sahibi oldu, bu elm sahibi oldu. Xeyr. Xeyr. Elə deyil.